bürcü 20 aprel 2026-cı il. Günün əvvəlində ehtiyatlı davranın. Bu vaxt xırda xoşagəlməz hadisələr və adətən yol vermədiyiniz səhvlər mümkündür. Tələsməyin, bütün məsələləri 2 dəfə yoxlayın. Detalları dəqiqləşdirin və düşünülməmiş qərarlar verməyin. Əgər vacib bir mesaj göndərməlisinizsə, hər şeyi yenidən oxumaq, heç nəyi unutmadığınıza əmin olmaq üçün bir neçə əlavə dəqiqə ayırın. Bu sadə tədbir sizi xoşagəlməz nəticələrdən qoruyacaq. Tezliklə müsbət sirlərin gücü artacaq. Özünüzdə enerji və inam artımı hiss edəcəksiniz. İşlərin öhdəsindən gəlmək daha asan olacaq. Günün ikinci yarısında ən məsuliyyətli işlərə başlamaq və təşəbbüs göstərmək olar. Buğa bürcü 20 aprel 2026-cı il. Xəyallara qapılmayın. Gün yalnız real yanaşma göstərənlər üçün uğurlu olacaq. Səhərdən imkanlarınızı düzgün qiymətləndirməyə çalışın və eyni anda bir neçə çətin işə başlamayın. Konkret tapşırıqlara fokuslanın və çox uzaq perspektivlərə aludə olmayın. Yeni tanışların verə biləcəyi çox cazibədar təkliflərə şübhə ilə yanaşmaq lazımdır. Təəssüf ki, kimsə sizi şübhəli və riskli bir vəziyyətə cəlb etməyə çalışa bilər. Hətta əvvəllər sizi məyus etməmiş insanların vədlərinə də tam güvənməyin. İşdə xırda anlaşılmazlıqlar, gecikmələr, çətinliklər mümkündür. Bəzi tapşırıqları vaxtında başa çatdırmaq mümkün olmayacaq. Bu sizin günahınız olmayacaq. Başqalarının səhvləri səbəbindən yaranan qarışıqlıq iş prosesini ləngidə bilər. Əkizlər bürcü 20 aprel 2026-cı il. Bu gün müxtəlif insanlarla ünsiyyət qurmaq sizə çox asan olacaq. Bir çox işdə uğur qazanmaq şansınız yaranacaq. Səhərdən özünüzdə enerji və fəaliyyət istəyi hiss edəcəksiniz. Hətta ən çətin tapşırıqlar belə sizə asan və sürətli gələcək. Siz diqqətli, dəqiq və məhsuldar işləyəcəksiniz. Başqalarının saatlarla məşğul olduğu işi siz bir neçə dəqiqədə həll edə biləcəksiniz və nəticənin keyfiyyəti yüksək olacaq. Uğurlarınız diqqətdən kənarda qalmayacaq. Xüsusilə karyeranız üçün vacib olan insanlar bunu görəcək. Ola bilər ki, sizə yeni layihə həvalə edilsin, vəzifələriniz genişləndirilsin və ya sizi böyük bir işdə iştirak etməyə dəvət etsinlər. Xərçəng bürcü 20 aprel 2026-cı il. Gün böyük uğurlar vəd etməsə də ümumilikdə xoş keçəcək. İşlər sizdən çox enerji tələb etməyəcək və uzun müddətdir diqqət tələb edən məsələləri sakitcə düşünmə imkanı yaranacaq. Vəziyyəti düzgün qiymətləndirmək, yaxın gələcək üçün planlar qurmaq və prioritetlərinizi müəyyən edəcəksiniz. Bundan sonra hansı istiqamətdə hərəkət etməli olduğunuz aydın olacaq. Bəzi xərçənglər anlayacaqlar ki, artıq onları geri saxlayan şeylərdən qurtulmağın vaxtıdır. Uzun müddətdir narahat edən şübhələr və daxili ziddiyyətlər aradan qalxacaq və bu yeni imkanların açılmasına səbəb olacaq. Şir bürcü 20 aprel 2026-cı il. Ulduzlar sizə uğurlu bir gün vəd edir. Gün həm müstəqil işləməyə, həm də fikirlər tapmaq üçün uyğundur. Səhərdən özünüzə inam hiss edəcək və ünsiyyətdə asanlıq yaşayacaqsınız. İnsanlar sizin səmimiyyətinizi hiss edərək sizə meyl edəcəklər. Həm köhnə tərəfdaşlarla, həm də yeni tanışlarla, hətta təsadüfi qarşılaşdığınız insanlarla belə asanlıqla ortaq dil tapacaqsınız. İş sahəsində müsbət dəyişikliklər mümkündür. Sənədləri imzalamaq, müqavilələr bağlamaq və yeni işə başlamaq üçün uyğun zamandır. Bütün rəsmi məsələlər problemsiz həll olunacaq və qərarlarınız düzgün olacaq. Qız bürcü 20 aprel 2026-cı il. Səhər xoş olmayan sürprizlər gətirə bilər. Nəsə planlaşdırıldığı kimi getməyə bilər və gözlənilməz çətinliklər yarana bilər. Panikaya düşməməyə və tələsik qərarlar verməməyə çalışın. Bu çətinliklər qısa müddətli olacaq və günün ortasına doğru vəziyyət xeyli yaxşılaşacaq. Müsbət təsirlərin gücü getdikcə artacaq. İş qabiliyyətiniz yüksələcək və çətin tapşırıqların öhdəsindən gəlmək üçün hazır olduğunuzu hiss edəcəksiniz. Səhər çətin görünən işlər günün ikinci yarısında daha asan olacaq. Tərəzi bürcü 20 aprel 2026-cı il. Sizi çətin bir gün gözləyir. Səhər baş verən vəziyyəti dərhal anlamaq çətin olacaq. Nə baş verdiyini dərk etmək üçün bir qədər vaxt lazım gələcək. Tələsməyin və emosiyalarla qərar verməyin. Hətta hər şey aydın görünsə belə, bəzi detalları gözdən qaçıra biləcəksiniz. İntuisiyanıza güvənin, amma ətrafdakı insanların fikirlərini də nəzərə alın. Kiçik maliyyə itkiləri və uğursuz alışlar mümkündür. Böyük alış-verişlərə tələsmək məsləhət deyil. Çünki seçimdə səhv etmək və ya artıq pul xərcləmək riski var. Əqrəb bürcü 20 aprel 2026-cı il. Səhər hətta adətən yaxşı anlaşdığınız insanlarla belə ünsiyyət qurmaq çətin olacaq. Fikir ayrılıqları və mübahisələr tez-tez yaranacaq. Hətta xırda səbəblərdən belə sakit qalmağa çalışsanız da bəzən emosiyalara hakim olmaq çətin olacaq. Əgər söhbətin gərginləşdiyini hiss etsəniz, fasilə vermək daha yaxşıdır. Müsbət təsirlərin gücü tezliklə artacaq. Emosional vəziyyətiniz sabitləşəcək və ünsiyyət daha xoş olacaq. Günün ortasına doğru münaqişələr azalacaq. Ətrafınızdakılar sizə qarşı daha mehriban davranacaqlar.
Oxatan bürcü 20 aprel 2026-cı il. Vaxtınızı boş yerə sərf etməsəniz, çox iş görə biləcəksiniz. Səhərdən qətiyyətli olun və işlərə dərhal başlayın. Çətin və xoşagəlməz görünən tapşırıqları belə təxirə salmayın. Bu gün onların öhdəsindən tez gəlmək şansınız var. Təşəbbüs göstərin, ideyalarınızı təqdim edin və məsuliyyəti öz üzərinizə götürün. Bu yanaşma ətrafdakılar tərəfindən yüksək qiymətləndiriləcək. Gün işgüzar ünsiyyət üçün əlverişlidir. Əgər kimsə ilə əməkdaşlıq barədə danışmaq və ya dəstək istəmək istəyirdinizsə, günün ortası bunun üçün ən uyğun zamandır. Oğlaq bürcü 20 aprel 2026-cı il. Bu gün insanlarla anlaşmaq həmişəkindən çətin olacaq. Adətən yaxşı münasibətdə olduğunuz insanlar belə sizi əsəbləşdirə bilər. Unutmayın ki, bu onların sizə qarşı pis niyyəti ilə bağlı deyil. Sadəcə siz daha həssas olacaqsınız və xırda şeylərə daha kəskin reaksiya verəcəksiniz. Əgər belə tapşırıqlar varsa, onlar tək başına yerinə yetirə bilərsiniz. Məhz onlara fokuslanın. Başqalarının köməyinə çox güvənməyin. Siz tək başına da hər şeyin öhdəsindən uğurla gələcəksiniz. Dolça bürcü 20 aprel 2026-cı il. Yeni layihələrə başlamağa tələsməyin. Bunun əvəzinə uzun müddətdir təxirə saldığınız planlara diqqət edin. Səhər saatlarında onları tamamlayacaq qədər enerjiniz və diqqətiniz olacaq. Əsasən öz gücünüzə arxalanın. Çünki sizə kömək vəd edən insanlar sözlərini tuta bilməyə bilər. Günün ikinci yarısı müsbət dəyişikliklər gətirəcək. İşlərinizin daha yaxşı getdiyini hiss edəcəksiniz və çətin görünən məsələlər daha tez həll olunacaq. Maliyyə sahəsində də uğurlar mümkündür. Balıqlar bürcü 20 aprel 2026-cı il. Səhər qətiyyətli davranmaq istəyi yaranacaq və bu ən düzgün yanaşma olacaq. Nə qədər aktiv olsanız, bir o qədər çox nailiyyət əldə edəcəksiniz. Əvvəllər çətin görünən işləri tez həll edəcək və gözlədiyinizdən daha yaxşı nəticə əldə edəcəksiniz. Karyera inkişafı üçün yeni imkanlar yarana bilər. İşgüzar danışıqlar uğurlu olacaq. Siz fikirlərinizi düzgün ifadə edəcək və qarşı tərəfi inandıra biləcəksiniz. Vacib mövzuları müzakirə etmək üçün çox uyğun gündür.